Şeyx, Kəbə binasına toxunmağın və ona əl sürtməyin hökmü nədir? Bir insan Kəbəyə toxunur və onun daşlarına bərəkət əldə etmək niyyəti ilə əl sürtürsə, bu bidətdir. Uca Allah buyurmuşdur ki, onlar qədim evin, yəni Kəbənin ətrafında təvaf etsinlər. Deməli, Kəbənin bərəkəti onun ətrafında təvaf etməkdədir. Ona sürtünmək isə düzgün deyil. Bəzi insanlar Kəbəyə əl sürtür, sonra əllərini öz bədənlərinə və uşaqlarına çəkirlər. Bütün bunlar bərəkət axtarmağın sonradan ortaya çıxmış bidət formalarındandır. Bu isə kiçik şirkdir. Əgər bir insan inanarsa ki, bu əməl Allahdan başqa öz-özünə fayda və ya zərər verir, bu artıq böyük şirkdir. İbrahim məqamında olan bərəkətə gəlincə, Allah buyurur, İbrahim məqamını özünüz üçün namaz yeri edin. Buna görə də, İbrahim məqamına əl sürtmək də şəriətdə yoxdur, bidətdir və qeyd olunduğu kimi şirkin bir növüdür. Əgər insan inanarsa ki, bu öz-özünə Allahdan başqa fayda və ya zərər verir, bu böyük şirkdir. Həmçinin Ərafatın bərəkəti, Ərafat günü o vadidə dayanmaqdır, necə ki Peyğəmbər sallallahu aleyhi və səlləm dayanmışdır. Minanın və Müzdəlifənin bərəkəti isə bu yerlərdə Peyğəmbərin sallallahu aleyhi və səlləmin yoluna uyğun əməl etməkdir.